Cənubi Afrika 1910-cu il idi. Bəli, CAR, yəni Cənubi Afrika Respublikası idi ki, ikinci dəfədə dominion hüququ ona vermişdi. Ondan sonra biz deməli İngiltərənin başqa dominionlarını keçmirik. Amma iki yerdə, daha doğrusu bir yerdə biz iki dominionun adından da tanış olacağıq. Dünya müharibəsi içərisində Yeni Zelandiya və Avstraliya. Onlara nə zaman dominion hüququ verib, məlumatımız yoxdur. Keçilmir, işlənmir. Amma bir dənə dünya müharibəsi içərisində gələndə orada Osmanlıya qarşı Çanaqqala hərbi əməliyyat olacaq. Həmin o hərbi əməliyyatda siz İngiltərənin daha iki dominionla da tanış olmuş olacaqsınız. Daha sonra deməli bu inqilablardan sonra ümumi inkişaf, aqrar çevriliş, yəni bu dönəmlərdən sonra Aytən, biz deyə bilərikmi ki, ixracat prosesini artırmışdılar, başqa ölkələr olan ixracatını artırmışlar, yoxsa azaltmışdılar? A few moments later. Maraqlı sual eləmi? Görəsən azaldırlar deyim, yoxsa artırırlar deyim? Kapital ixracında əslində var idi, kapital ixracı. Kapital yox, kapital ixrac olunurdu. Düzdür, bu dönəmlərdə İngiltərə birinci yerdə deyildi, hələ 18-ci əsrdə birinci yerdə deyildi. 19-cu əsrdə birinci yerə çıxacaq kapital ixracına görə. Amma ümumiyyətlə məhsul ixracı baxımından məhsulun miqdarını artırmışdı, yoxsa azaltmışdı? Yəni artırar yəqin ki. Əksinə, azaltmışdı. Bəli, ixrac coğrafiyası dəyişir, məhsul ixracatını azaldır.